Mercedes-Benz adı bir-birindən asılı olmayaraq işləyən iki görkəmli Alman mühəndis ixtiraçının Karl Benz və Gottlieb Daimlerin adları ilə sıx bağlıdır. Karl Benz 1883-cü ildə Mannheim şəhərində Benz & Co qaz mühərrikləri zavodunu təsis edir. 3 ildən sonra Benz özünün üç təkərli motor vageninə patent alır. Bu nəqliyyat vasitəsi dünyada ilk benzin mühərrikli avtomobil hesab olunur. Bu hadisə avtomobil istehsalı tarixində açar məqam oldu. Benzdən asılı olmayaraq Gottlieb Daimler tərəfdaşı Wilhelm Maybachla birlikdə 1885-ci ildə Daimler Reitwagen adlı minik arabasını yaradır. Bu isə dünyada ilk motosiklet hesab olunur. 5 il sonra Daimler və Maybach Daimler Motoring Gesellschaft DMG şirkətini qururlar. 1900-cü ildə Gottlieb Daimler vəfat edir. Lakin onun işini Wilhelm Maybach davam etdirir. Bir il sonra Avstriyalı iş adamı və DMG avtomobillərinin iri dileri Emil Jelinekin təklifi ilə şirkət Mercedes 35 at gücü modelini buraxır. Jelinek bu avtomobili qızı Mercedesin şərəfinə adlandırır. Avtomobilin aşağı ağırlıq mərkəzi, yüngül çəkisi və güclü mühərriki onu avtomobil dizaynında əsl inqilaba çevirdi. Loqotip ideyası isə Gottlieb Daimlerə məxsusdur. Hələ 1872-ci ildə o, həyat yoldaşına göndərdiyi açıqcalarda evlərinin yerini ulduzla işarələyərək yazmışdı ki, bir gün bu ulduz onun zavodunun üzərində parlayacaq və uğur gətirəcək. Rəsmi olaraq üç şüalı ulduz şirkətin quruda, suda və havada üstünlüyünü simvolizə edir. Daimler mühərriklərinin istifadə olunduğu bütün sahələrdə. Birinci Dünya müharibəsindən sonra Almaniyada iqtisadi vəziyyət ağırlaşır. 1926-cı ildə Benz və DMG rəsmi olaraq birləşərək Daimler-Benz AG şirkətini yaradır. Yeni şirkət avtomobilləri Mercedes-Benz markası altında istehsal etməyə başlayır. Loqotip isə DMG-nin üç şüalı ulduzu və benzin dəfnə çələngindən ibarət olur. 1930 illərdə şirkət müstəqil askı sistemi və minik avtomobilləri üçün dizel mühərriki ilk dəfə 260D modelində kimi innovasiyalara imza atdı. Həmçinin lüks 770 Grosser avtomobilini təqdim etdi. Müharibədən sonrakı dövrdə kult statuslu 300 SL Gullwing işıq üzü gördü, eləcə də dünyada ilk dəfə patentləşdirilmiş təhlükəsiz kuzov quruluşu V111 modelində tətbiq edildi. İkinci 10 əsrin sonlarında model sırası genişləndi. Kompakt Baby Benz, sonra isə S sinfi, SLK, M sinfi və A sinfi meydana çıxdı. Şirkət həmçinin elektromobillər və avtonom idarəetmə istiqamətində fəal inkişaf edir. 2022 ildə şirkətin adı Mercedes-Benz Group AG olaraq dəyişdirildi. Zəhmət olmasa bəyəndinizsə like edin.